Biz bugün kişi xəyanətinin altında yatan səbəblərdən danışacağıq. Oradakı dinamikalara bərabər baxacağıq. Mən bilirəm ki, bir çoxumuzun zehnində bu mövzu çox qarışıqdır. Çünki xüsusən Azərbaycanda bir çox insanın ailəsində kişi xəyanəti baş verir. Atalarının xəyanət elədiyinə şahid olan uşaqlar bizim cəmiyyətimizdə kifayət qədər çoxdur. Və çox təəssüf ki, bu hal bizim cəmiyyətimizdə o qədər çox normallaşdırılır ki, hələ daha çox kişilər tərəfindən normallaşdırılır. Bunlara toxunacağıq, amma mən ilk olaraq bir nüansdan danışmaq istəyirəm sənə. Əslində bu danışdığım nüans bundan əvvəl danışdıqlarımdan birbaşa bağlıdır. Kişi xəyanətinin normallaşdırılması haqqında və bu bilirsən nədir? Bizim zehnimiz o qədər çox istəyir ki, başına gələn hadisələrə bir anlam verə bilsin, anlasın, bir məna versin. Çünki biz anladığımız, məna verə bildiyimiz hadisələri daha yaxşı həzm etməyə çalışırıq. Bu səbəbdən kişi xəyanəti onsuz normaldır. Mən qadınam, başımı aşağı salaram, heç dinləmərəm, baxmaram, göz yumaram və yaxud da xarakteri belədir. Yaşlı olanda düzələcək. Kimi, bir çox hallarda əslində qadın zehnində də bunu normallaşdırmağa çalışan çoxlu sayda düşüncələri görə bilirik. Bu bizim əslində bir yerlərdə buna anlam verə bilmək. Bu adam mənə xəyanət eləyib, ya da atam anama xəyanət eləyib, ya da rəfiqəmin yoldaşı ona xəyanət eləyib. Hallarında bu vəziyyətləri anlamaq üçün özümüzə bir növ izahın verdiyimiz yerlərdir. Çox təəssüf ki, bu yerlər həmişə məntiqli izahlar olmur. Çox vaxt bizə elə kişi zehnində də yerləşdirilmiş, qadın zehnində də yerləşdirilmiş patriarxizmdən, mentalitetdən gəlir. Dediyim kimi, çox təəssüf ki, çox zaman doğru izahlar olmur. Amma bu nüansa dönə-dönə qayıtmaq istəyirəm. Xəyanətə məruz qalmısansa, bu demək deyil ki, münasibətində problem olub və yaxud da var və buna görə xəyanətə məruz qalırsan. Çünki xəyanətlərin bir çoxu münasibətdə sadəcə problem var deyə olmur. Münasibətin çox yaxşı gedə bilər, münasibətindən çox məmnun qala bilərsən, çox bəslənmiş hiss edə bilərsən, bilirsən və bunlarla birlikdə xəyanətə məruz qala bilərsən. Bax, sənə çatdırmaq istədiyim nüans budur. Bu videonu da əslində məhz bu nüansdan yola çıxaraq çəkirəm. Zehnin anlam arayışı və bizim ona öyrəndiyimiz, oradan-buradan eşitdiyimiz mentalitetdən bizə gələn patriarxizmin bizim zehnimizə yerləşdirdiyi düşüncələrdən deyil də, həqiqətən bu vəziyyəti anlamaq üçün, əslində özümüzə o izahı verə bilmək üçün bu videonu çəkməyi özümə borc bildim və ilk səbəbdən başlaya bilərik deyə düşünürəm. İlk səbəb bundan öncə çəkdiyim zehnimizdəki patriarxizm videosudur. Bu həmin video ilə birbaşa bağlıdır. Orada qadınların zehnində, qadınların iç dünyasında patriarxizm necə yerləşdirilib, bunun haqqında danışmışdım. Hətta bura bir yerlərə yerləşdirərəm linkin. Oradan keçib izləyə bilərsən o videonu və o video sənin üçün düşünürəm ki, bir çox yerləri aydınlaşdırmağa kömək eləyəcək. Və kişi xəyanətinin səbəblərindən biri də bu içsəlləşdirdiyimiz səslə bağlıdır. Biz qadınlar olaraq, sadəcə qadınlar olaraq patriarxizmə məruz qalmırıq. Kişilər də patriarxizmə məruz qalır, həm də çox balaca olan yaşlarından. Təsəvvür elə, oğlan uşağıdır, balaca bir uşaqdır və müəyyən şeyləri görür, götürür. Bəzi şeylər zehnində çöl dünyada normal olduğuna görə iç dünyasında normallaşdırır. Bəzi şeylərin doğru olduğunu öyrənir, doğru olduğunu dırnaq içərisində. Bəzi şeylərin yanlış olduğunu görür. Kimi, ətrafındakı insanlar ona necə davranıblarsa ya da bir-birlərinə necə davranıblarsa, uşaq onu yazır özünə, içsəlləşdirir. Belə olan halda əlbəttə ki, atasında xəyanət görmüş uşağı üçün yoldaşına xəyanət eləmək hətta çox yaxşı olsa belə o münasibət bir növ normal hala gəlmiş olur. Bax, bu o mənaya qətiyyən gəlmir ki, atası vaxtilə anasına xəyanət eləyən bütün kişilər öz partnyorlarına xəyanət eləyirlər və yaxud da eləyəcəklər. Bunun altından xətt çəkmək istəyirəm. Bu o mənaya gəlmir. Amma bir uşaq zehni bunu normallaşdırıbsa bu hərəkəti, həyatının növbəti illərində xəyanəti normal gördüyünə görə avtomatik olaraq gördüyün, düşünmədən təkrarlayır. Bunu çox kobud misalla izah edə bilərəm. Məsələn, uşaqlar ailələrində əgər görürlərsə ki, yemək qaşıqla yeyilir, yoxsa əllə yeyilir, o uşaq zehni onu sorğulamır və bir insan zehni sorğulamadığı yerlərdə öyrəşdiyi, görüb götürdüyü, məruz qaldığı kimi davranmağa meyilli olur. Sorğulamamaq və görüb götürmək. Burada ikinci bir
nüans var. Buna ikinci səbəb də demək olar. Özgüvənsiz hiss eləmək. Bu, mənə görə Azərbaycan, xüsusən Azərbaycan mentalitetində kişi xəyanətinin əsas səbəblərindən biri sayılır. Ailədən ailəyə fərqlənə bilər bu özgüvənsiz hiss eləmək halı. Amma əgər bir uşağın özünə güvəni yoxdursa, insan olaraq əslində mən deyərdim, özünə güvəni yoxdursa, bunu böyüyərkən müxtəlif yerlərdə, başqa yerlərdə axtarmağa çalışır. Bəlkə özgüvənsiz olduğundan xəbəri belə yoxdur. Yəni belə olan halda kişinin elədiyi xəyanət əslində özgüvənsizliklə baş eləmək şəkli olur. Eyni anda 3 qadınla danışmaq, onlarla cinsi əlaqədə olmaq ya da olmamaq, həmin qadınlara çox sayda pul xərcləmək və onları heyrətləndirməyə çalışmaq. Yəni bir növ güc göstərmək. Biz bunu hardan görə bilirik? Bir kişidə bunun olduğunu, özünün varlığını həddindən artıq, bəlkə də həddini aşmış bir şəkildə də bunu ifadə edə bilərik. Ortaya qoymağa çalışır. Yəni bahalı maşını var, amma bahalı maşının bəlkə şəkillərini çox paylaşır. Burada söhbət hobilərdən getmir. Çünki bir çox qadın, kişi maşınları sevir, bahalı maşınları sevir, fərqli maşınları sevir və onun rəsmini paylaşır, onun haqqında məlumatlar paylaşır. Bu başqa şey. Amma bax, məndə bu maşından var. Mən sənə filan qədər pul verə bilirəm. Kimi məncə artıq anladın və çox təəssüf ki, çox təəssüf elədiyim yerlərdən biridir bu. Qadın zehnində də bunu qadınlar alır və feminin enerji adı ilə qəbul eləməyə çalışırlar. Yəni, əslində kişi onsuz da təbiət etibarilə qadını heyrətləndirmək istəyən bir psixologiyaya sahibdir, amma onun yaralı tərəfi artıq həddini aşmış bir hissəyə keçdiyi zaman təbii ki də xoş görüntü vermir və sən qarşındakı kişidən kişi vibe'ını almırsan, onu görmürsən, aldığın şey daha çox özünü təsdiqləməyə çalışan bir insan olur və belə olan halda da bir çox qadın da bu vəziyyətdən feminin enerji adı altında çox təəssüf ki, istifadə edir. Təbii ki, bu pisdir, bu yaxşıdır, bunu mühakimə eləyək ya da eləməyək. Söhbət bundan getmir. Bu barədə hər kəsin düşüncəsi çox fərqlidir. Bir nüansı nəzərə çatdırmaq istəyirəm ki, bir çox qadın və kişi üçün bu dinamika işləyir. Yəni özünü təsdiq etmək istəyən kişilər var, özgüvənsizlikdən gəlir bu və feminin enerji altında yenə də qadınlardakı özgüvənsizlikdən gələn, yenə də oradakı özünü təsdiq eləmə ehtiyacından gələn bir vəziyyət alınır və bu iki insan bir-birinə bir növ özünü təsdiq eləmək istəyən insanlar birləşirlər. Nəticə olaraq bu şəkildə bir dinamika ortaya çıxmış olur. Bu əslində qadın və kişi psixologiyasının qarşılıqlı dinamikalarından biridir. Yəni kişi heyrətləndirmək istəyər, qadını qorumaq istəyər və qadın orada da həqiqətən özünü güvəndə hiss eləyər, yəni bir şeylər alar və s. və axır. Yəni bu qarşılıqlı dinamikaların parçasıdır, amma bu sağlam bir yerdən deyil, yaralı bir yerdən gəldiyi zaman, özgüvənsizlikdən gəldiyi zaman məsələn ortaya belə bir mənzərə çıxır. Bu mənzərə bir çox insan üçün işləyir. Yəni iki özünü təsdiq etmək istəyən insan bir araya gəldiyi zaman bir-birlərindən istifadə eləmiş olurlar. Bu yaxşı bir şey deyil, bu pis bir şey deyil. Onsuz da burada baxdığımız nöqtə bu sağlamdır, qeyri-sağlamdır deyil. Yetişkin insanlardır və onların dinamikalarıdır. Fərqindədirlər, deyirlər, bu onların məsuliyyətidir və sözün yaxşı mənasında seçimləridir. Yəni biz burada mühakimə eləmək deyil də, sadəcə dinamikaya baxırıq. Bu haqda hər kəsin öz düşüncəsi çox fərqlidir. Kişi xəyanətinin altında yatan səbəblərdən başqa bir nüans yaxınlıqdan qorxmaqdır. Mən bu nüansı sadəcə kişi xəyanətinə aid eləmirəm. Eyni dinamika qadın xəyanətində də var, amma bunu növbəti videoda danışacağam sənə. Yaxınlıqdan qaçmaq istəyi nə deməkdir? Biri ilə bağ qururam, amma o bağ qurmaq mənim üçün şuurlu şəkildə deyil bəlkə, amma şuur kənarında, hisslər diyarında, hisslər dünyasında deyim, o qədər təhlükəli gəlir ki, qaçıram, istəmirəm, münasibətə sabotaj eləməyə çalışıram. Bunu da necə eləyirəm? Xəyanətlə. Xəyanət eləyirəm, yəni qarşımdakı insanı incitməklə eləyirəm. Bu bəzən tamam başqa şəkillərdə özünü göstərir. Kobud davranmaq məsələn, ya da xəyanət şəklində özünü göstərə bilir. Yəni burada əsas məsələ odur ki, mən səni incidim, bəli, şuurlu şəkildə mən səni seçirəm, amma sənlə yaxın bir münasibətdə olmaq mənim üçün çox çətindir. Yəni burada məsələ sən deyilsən təbii ki, burada məsələ həmin insandır. Yaxınlığın o insan üçün ifadə elədiyi mənadır. Bir çox insan yaxınlıqdan qorxduğuna görə münasibətin kənarında dayanır. Komfort zonasının kənarına çıxmaqdır yaxın münasibət qurmaq və bu kifayət qədər ağır yerdir. Kifayət qədər ağır yerdir. İnsanlar bunun üçün illərlə terapiya alırlar. Altında çox böyük yaralar dayanır.
Bu o mənaya gəlmir ki, birisi sənə yaxınlıq qorxusuna xəyanət eləyirsə, sən ona sahib çıxasan, münasibətə sahib çıxasan. Bu o mənaya gəlmir. Bir hərəkətin mənasını anlamaqla oradakı öz seçimini eləmək çox fərqli şeylərdir. Sən anlaya bilərsən ki, bu adam yaxınlıqdan qorxur və bu səbəbdən yaxın münasibət qurmaq istəmir, bəlkə bu səbəbdən xəyanət elədi, amma orada artıq sən necə davranacaqsan bundan sonra, nəyi seçəcəksən, yəni bu artıq ikinci mərhələdir. Yəni sən orada bax gör, ümumiyyətlə yaxınlıqdan qorxan bir adamla hər nə qədər sevsən də onu, münasibət qurmaq istəyirsənmi? Çünki günün sonunda bu bir çox hallarda özünü göstərəcək. Bu münasibətlər adətən özünü harda doğruldur, necə işləyir. Yaxınlıqdan qorxan insan bundan xəbərdar olub öz üzərində, öz dinamikaları üzərində işlədiyində insanlar illərlə terapiya alırlar bundan bağlı, illərlə. Çünki o qədər ağır yaradır ki, bağlanma stilləri ilə birbaşa bağlıdır. Bu valideynlərlə böyümə şəraitinə birbaşa bağlıdır. Orada artıq bu yaxın münasibətdən qorxmağın psixologiyasına girmək istəmirəm. Ümumi şəkildə ifadə eləmək istəyirəm. Bu çox ağır vəziyyətdir. Çox ağır vəziyyətdir. Və sən orada özün artıq seçirsən ki, okey, bu adam belədir, amma mən belə bir dinamikaya sahib olan adamı istəyirəmmi? Bu artıq sənin seçimindir. Çünki bu seçim bərabərində çox böyük yükləri ilə, məsuliyyətləri ilə gələ bilir. Bunu götürmək istəyirsənmi? Növbəti nüansa keçək. Bunun bir çox cütlüklərdə izləyə bilirəm və bu da bilirsən nədir? Münasibətin qadın və kişi tərəfində elə bir hadisə baş verir ki, kişi özünü necəsə yetərsiz hiss edir. Yəni özgüvənsizdir deyə bilmirik, özgüvəni var, amma qadını tərəfindən sevilmir. Burada o demək deyil ki, bax bu cümləni qurmuram ki, qadın onu sevmir. Yox. Qadının tərəfindən sevilmədiyin hiss edir. Bu necə baş verir? Məsələn, qadın ona necəsə hörmətsiz davranır, onu saymır. Azərbaycan mentalitetini zehnindən çıxar. O baxımdan ki, onu saymır, yəni dediklərini eləmir kimi yerlərdən danışmıram. Yəni bəlkə onu insan kimi saymır. Bəlkə o kişi hiss edir ki, qadın ona hörmət eləmir. Bəlkə qadın onu görmür. Yəni yenə deyirəm, ay uşaqlarına başı qarışdı, görmür şəklində deyil. Görmür sadəcə qadın onu. Burada kommunikasiya məsələsində problem var əslində. Yəni qadın kişini sevə bilər həmin münasibətdə, kişi qadını sevə bilər, amma bunu doğru şəkildə bir-birinə çatdırmamaq vəziyyəti yarana bilir. Yenə deyirəm, öz yoldaşın haqqında kiminsə yanında necəsə danışarsan, onun özünə çox qırıcı sözlər deyə bilərsən, onun doğrudan da xətrinə dəyən, onun mənliyin zədələyən, kimi, yəni öz partnyoruna hörmət eləməmək halları olur. Bu, kommunikasiyadan yarana bilir dediyim kimi, bu qadının özünü çox da dərk eləməməyindən, nə istədiyini bilməməyindən yarana bilir. Müəyyən psixi pozuntulardan yarana bilir. Yəni qadında olan psixi pozuntulardan söhbət gedir. Və yaxud da necəsə konfliktlər olub münasibətin əvvəlki hissələrində və o konfliktlər necəsə qadın üçün üstü qapalı qalıb və hələ də açılmır zehnində o konfliktlərə yer yoxdur. Belə olan hallarda da ola bilir. Yəni heç nə olmamış kimi davam eləyəndə məsələn, nəhayətində səbəb nə olursa olsun, qadın kişiyə hörmət eləmir. Yəni əslində onu istəmədiyin çatdırır. Burada qadın haqlıdır, kişi haqlıdır. Baxdığımız yerlər o deyil. Yəni çünki o tamam başqa bir vəziyyətdir. Burada qadın da haqlı ola bilər. Amma bu bizim baxdığımız yer deyil. Yəni əlbəttə ki, qadın haqlıdır. Onsuz da kommunikasiya məsələsi varsa bu həll olunmalıdır. Onsuz da konfliktlər yarım qalıbsa, natamam qalıbsa bunlar danışılmalıdır bunların üzərinə. Yəni qadın kişini nəyə görə istəmirsə, onsuz da o özü də bunun üzərinə düşünməlidir. Bəlkə həqiqətən heç istəmir bu adamı. Bəlkə sevdiyini düşünür. Ya da bəlkə sevir, amma bu adamın kommunikasiya problemləri var məsələn və münasibət işləmir və qadın ona, kişiyə bir növ onu saymadığın, necə ki sən məni saymırsan deyir, mən də səni saymıram. Bunu göstərmək istəyir. Bilmirik. Bu onsuz da baxılmalı, üzərinə işlənilməsi lazım olan vəziyyətdir. Bu videoda baxdığımız hissə nüanslardır. Yəni kişi xəyanətinin altına yatan səbəblər. Belə olan halda həmin adam, yəni kişi necə davranacağını bilmir və o istənməmək o qədər ağır gəlir ki, başqa qadın ya da qadınlar tərəfindən istənilməyi arzu eləyir. Yəni cinsi əlaqə belə olmaya bilər, amma başqa qadınlara hədiyyələr göndərmək, onları bəlkə tək başına tətilə göndərmək, bu hallar nəyə kömək eləyir? Kişi özün istənən, lazımlı hesab eləyir. O duyğunu oradan ala bilir. Yenə deyirəm, adətən belə dinamikalarda cinsi əlaqə belə olmur, o xəyanət məsələsində, amma kişi bir şəkildə o qədər istənilməyi istəyir ki,
Bu şəkildə özünü göstərə bilir, belə nüanslarla özünü göstərə bilir və təbii ki, bunun cinsi əlaqə olan yerləri də olur. Yəni yataqda istənilmək məsələn, bunun özü də çox önəmli bir nüansdır. Bu o mənaya gəlmir ki, sən əgər bir kişini yoldaşın belə olsa, yatağında istəmirsənsə, o sənə xəyanət eləməsin deyə özünü necəsə məcbur eləməlisən ki, onunla cinsi əlaqən olsun və yaxud da onu istəmirsən, amma necəsə onu istədiyini ona göstərəsən. Yəni xəyanət eləməsin deyə öz dəyərlərindən keçmək, mən bunu doğru hesab eləmirəm. Hər kəs üçün bu çox fərqlidir. Burada bir nüans var. Qarşımızdakı insanın kimliyi çox önəmlidir. Yəni kişilər, insanlar, qadınlar, bizim xarakterlərimiz çox fərqlidir. Yəni əgər bizim partnyorumuz bizi istəmirsə və biz orada gedib xəyanət eləməklə bunun üzərini örtməyə ya da bunu daşımağa çalışırıqsa, orada onsuz da bir yaralı egodan söhbət gedir. O insanın öz yolu olmamağından, ümumi düşünməyindən və yaxud da düşünə bilməməyindən söhbət gedir. Yəni kişi xəyanətinin səbəblərinə baxmağımız, onun səbəbini anlamağa çalışmağımız öz zehnimiz üçündür. Bu video sənin zehnin üçündür. Xəyanəti dəstəkləmək üçün deyil. Bunu bilməyi istəyirəm. Bütün bu saydığım səbəblərdə əslində xəyanətin altında yatan dinamikaları görürsən və bunlar təbii ki, bütün səbəblər deyil. Başqa bir çox səbəb ola bilər. Sadəcə mən bu videoda çox müşahidə elədiyim, bir çox cütlüklərdə izlədiyim dinamikaları səsləndirdim. Bəlkə gələcəkdə başqa bir YouTube videosu çəkərəm. Orada da tamam başqa dinamikalardan danışaram. Bunu bilmirəm. Amma adətən bu səbəblərdir ki, kişilər xəyanət eləyirlər. Gələn videomda qadın xəyanəti və onun dinamikalarından danışacağam. Düşünürəm ki, bu da çox maraqlı mövzudur. Bu videonu burada yekunlaşdıranda isə yenə də artıq 3-cü dəfə səhv eləmirəmsə bu yerə qayıdıram. Bunu qulağında sırğa eləməyini istəyirəm. Bax, bu videonu çəkdim çünki sən anlayasan məruz qaldığın şeyi. Bir şeyi anlamağın, yəni onu həzm eləməyinə kömək eləyəcək. Xəyanəti anlamağın, onu bağışlayarsan, bağışlamarsan, orasına aid deyil. Bunu anladın, bu sənə aid prosesdir. Həzmin geçsin, bunu elə, yəni zehnində onsuz da təbii şəkildə gedəcək daxil dünyanda. Amma sonra bu vəziyyətlə neyniyərsən? Sənin paşa könlün, sənin məntiqin, sənin həyat şərtlərin nəyi tələb eləyər? Bu başqa bir şeydir. Yəni orada sən özünü necə ortaya qoyursansa, bu tamam başqa yerdir. Ola bilsin ki, sən xəyanətə məruz qalmısan və sənin 3 dənə uşağın var və sən o 3 uşağı tək başına böyütməyi arzulamırsan. Yəni, belə olan halda nə qədər ağır gəlirsə gəlsin, xəyanətə rəğmən münasibətdə qalmaq sənin üçün çox daha ön planda olur. Bu da qəbul olunandır. Və yaxud da xəyanətə məruz qalmışam və 5 dənə uşağım olsa qalmayacam bu münasibətdə. Yəni, nə olursa olsun, özüm öz ayağımın üzərində duracam. Demək də yenə bir seçimdir və yenə də haqlısan. Bunu da nəyə görə deyirəm? Çünki bir çox insanda, xüsusən bir çox qadında, yəni sanki ikiyə bölünmüşük. Bəzilərimiz xəyanətə məruz qalmışamsa, bunu ümumiyyətlə bağışlamamalıyam. Bağışlasam utanaram, utandırılaram, çünki utandırırıq cəmiyyət olaraq. Ya çox utandırırıq xəyanətə məruz qalmış qadını, o münasibəti tərk eləmədiyinə görə, ya da çox haqq veririk münasibətdə qalıb deyə. Bizim nə həddimizə qıraqdan, biz o insanın ayaqqabısı necə deyirlər, geyinməmişik, biz onun yerində deyilik. Bu səbəbdən xəyanətə məruz qalmış biri olaraq bunun qərarın daxili dünyana, hazırlıq vəziyyətinə, münasibətə olan, ümumiyyətlə baxışına, həyat şəraitinə, yəni əslində hər şeyə baxaraq o qərarı verəcək olan sənsən, başqası deyil. Və cəmiyyət olaraq da mən düşünürəm ki, artıq vaxtıdır qərarları insanların özünə buraxmağın, nəinki onlar haqqında bir qərar verməyin və heç vaxt böyük danışmağa da ehtiyac yoxdur. Mən xəyanətə məruz qalsam, yəni oradan gedərəm, həyat o qədər bəsit bir yer deyil. Və yaxud da bunun əksini düşünə bilərsən, xəyanətə məruz qalsam da orada olaram. Yenə deyirəm, həyat o qədər sadə, bəsit bir yer deyil. Bir şey yaşamamış, indiki halın ya da indiki şəraitinə görə onun qərarını verə bilmərsən. Ümid eləyirəm ki, başına gəlməyəcək. Çünki kifayət qədər travmatik bir hadisədir, çox travmatik bir hadisədir. Kifayət qədər travmatik bir hadisədir. Yenə deyirəm, ümid eləyirəm ki, başına gəlməyəcək. Amma başına gəlibsə də bununla bağlı özünə kömək al. Terapiyaya başla, səhər vərəqləri yaz, özündən görüşürəm elə və bir şeyi həm də bu videoda son olaraq qeyd eləmək istəyirəm. Xəyanətə məruz qalmağın sənin günahın ya da utanacağın bir şey
deyil. Bunu qadın olaraq sənə səsləndirirəm. O məsuliyyəti öz üzərinə götürmə. O hərəkəti sən eləməmisən. Və kişi olaraq bu videonu izləyən, hətta bura qədər izləyən sənə səslənirəm. Xəyanət eləməmisənsə nə gözəl, eləmisənsə niyə eləmisən bunu görə bilərsən və o yaradan gəlir. Bunu artıq düşünürəm ki, görə bilirsən. Həmin yara ilə işlə. Həmin yara nədir? Öz güvənsizlikdirmi? Özünəminsizlikdirmi? İstənmirsən və bu sənə bir şeyləri mi xatırladır? Nədir bu yara? Və yaxud da necə böyümüsən? Normaldırmı sənə görə xəyanət eləmək? Təbii ki də normal deyil, amma nə olub da bunu zehnin normallaşdırıb? Çünki nəticədə çox sevdiyin bir insanla münasibət qurmaq çox dəyərli bir şeydir. Xəyanət məsələsində bir şeyi ayırd elə. Açıq münasibətlər və ikili münasibətlər, bunlar tamamilə fərqli yerlərdir. Yəni sən ikili münasibətdə olub sadiq ola bilərsən, qarşılıqlı bu şəkildə qərarlaşa bilərsən və yaxud da partnyor olaraq qərarlaşa bilərsiniz ki, sizin fərqli həyatlarınız var. Bəli, evlisiniz, amma buna rəğmən biri digərinin, yəni şəxsi həyatına müdaxilə eləmir və yaxud da hər iki tərəfin şəxsi həyatı var və yaxud da sadəcə bir tərəfin şəxsi həyatı var. Münasibətinizin qaydalarını qoyanda sizsiniz. Mən burada ikili münasibətlərdə, yəni bir-birinə sadiq olunan münasibətlərdə xəyanət baş verərsə, onun səbəbləri nə ola bilər? Buna baxdım, buna baxdıq bərabər. Amma dediyim kimi, münasibət dinamikamız fərqlidirsə, təbii ki, bu mövzu sizə aid deyil. Dayanaq bugün burada, növbəti videoda görüşərik. Hələlik.